Bugün sizlerle birlikte turşular ve əsaslar hakkında danışacağıq. En birinciye başlayırıq turşular mövzusundan. Turşular ümumiyyətlə iki qrupa bölünürlər. Zəif turşular, qüvvətli turşular. Hər birinə aid çoxlu birləşmələr daxildir. Qüvvətli turşulara H2SO4 sulfat turşusu, HNO3 nitrat turşusu, HCl xlorid, HBr bromid turşusu, H-xloro4 isə perxlorat aiddir. Zəif turşular isə H2S sulfit turşusu, ortofosfat turşusu, sirke asetat, daha sonra karbonat H2CO3 və siyanid aiddir. Yəni daha çox növlər də aiddir, amma ən əsas bunlar daxildir. H2SO4 haqqında danışaq. Ən birinci. Bu aiddir, qüvvətli turşulara aiddir. Daha sonra sulfat turşusu, yani Cabir İbn Hayyan tarafından keşfedilmişti. Sekizinci əsrdə Cabir İbn Hayyan əlkimiyyatı tərəfindən kəşf edilmişdi. Bu qüvvətli turşulara aiddir. Daha sonra siz ona məsələn maşınların akkumulyator hissəsində, sənayedə, neft emalında, daha sonra kağızların istehsalı kimi müxtəlif sahələrdə istifadə olunur. Yəni rast gəlinir. Daha sonra sizə lazım olmayacaq, amma yenə də deyim, onun atom say nisbəti 2/1/4 nisbətində yerləşir. Bunu necə tapırsınız? Baxın, H2SO4 verilib. H2-də hidrogen ayağına baxırsınız, neçədir? 2. Yazırsınız 2. S-in altında kükürdün altında heç yoxdur deyə onu 1 götürürsünüz. Böl. Nisbətdə 1. Oksigen ayağında isə yazılıb 4. Böl 4. Amma ola bilərdi ki, məsələn, elə bir element olardı ki, elə birləşmə olardı ki, burada məsələn olardı 4/8 nisbətində ola bilərdi. Bu zaman ne edirsiniz? Onu sadələşdirirsiniz, yəni ixtisar edirsiniz. Bu ikisi getdikdə 2/4 qalır. Bunu da ixtisar edəndə alınır 1/2 nisbəti alınır. Və bu elementlərin atom say nisbətini belə yaza bilərsiniz. 2/1/4 nisbəti ilə yazılır. Daha sonra növbəti turşularımızdan, qüvvətli turşularımızdan biri də HNO3, yəni nitrat turşusudur. HNO3'də atom say nisbəti 1/1/3 nisbətində yerləşib. Daha sonra HNO3 nitrat turşusudur, digər adı şəffaf bir mayedir. Yəni onu internetlər səhifələrdən də araşdırıb baxsanız, görəcəksiniz ki, bu şəffaf rəngli mayedir. Bu əsasən metallurgiya sahəsində, daha sonra gübrələrin istehsalında geniş yayılmış bir maddədir.
metallurgiya sahəsində gübrələrdə geniş yayılmışdı. Daha sonra keçirik növbəti turşuya. Növbəti turşumuz isə HCl-dir. HCl turşusu bu da qüvvətli turşulara aiddir. Bunun atomsal nisbəti 1/1/1 nisbətində. 1 nisbətində yerləşib. HCl biologiya fənnini oxuyan şagirdlər bilər ki, mədə turşusu digər adı HCl, yəni xlorid turşusudur. Qüvvətli turşulardan biridir, güclü aşındırıcıdır və şəffaf mayedir. Ona mədə turşusu da deyirlər ki, mədənin daxilində həzm prosesi baş verir, qidanı burada həzm olunur. Yəni ifrazat sisteminə daxildir, biologiyaya gedir bu. Mədə turşusu digər adı. Çox vaxt bəzi insanlarda mədənin turşulması, mədə yanması kimi hadisələr olur ki, bu turşuluğun pozulması ilə baş verən bir prosesdir. Daha sonra HCl turşusu qüvvətli turşulardan biridir. Digər adı isə mədə turşusudur. Daha sonra onun adı isə xlorid turşusudur. Növbəti turşumuzun adı isə H-bromiddir. H-bromid isə, yəni bromid turşusu isə daha çox dərman preparatlarında istifadə olunur. Onda da atomsal nisbəti 1/1 nisbətindədir. Digər isə HCl-O4-dür, yəni perxloratdır. Perxlorat əsasən güclü yerlərdə, məsələn raketlərdə istifadə olunur. Amonium raketlərin hidroksidləri, yəni raketlərdə istifadə olunur. Daha sonra çox güclüdür, zəhərlidir. Daha sonra bu hər ikisi üçün, yəni həm H-xloru üçün, həm də HCl üçün oxşar cəhət odur ki, hər ikisi yəni zəhərlidir, çox zəhərlidir. HCl siyanidi satanda isə onu da izah edəcəm. Daha sonra ümumi bütün hamısının xassələrini saydıqdan sonra əsas onu bildirək ki, bəs bu turşulara qüvvətli turşu niyə deyirik, zəif niyə deyirik? Qüvvətli turşular ona deyilir ki, daha güclü aşındırıcıdır. Yəni daha güclü aşındırıcı maddələrdən tək maddədir. Yəni sulfat turşusu daxildir, H2SO4, xlorid turşusu, HCl, nitrat turşusu aiddir. Daha sonra zəif turşulara keçməzdən qabaq isə ümumi məlumat versək ki, indiki dövrə aiddir bu. Lap qədimlərdə Yunanlar maddələri indi də var da, qruplaşdırmaq üçün daddan istifadə olunur. Onlar turş dadı olanlar, məsələn limondur, daha sonra sirkədir, yəni daha sonra alçadır. Yəni turşların dadını olan meyvələrə ümumən turşular adını veriblər. Suda məhlullarında yaranan isə mühit isə turş mühit adlanır. Məsələn, limon duzunu içəndə, gavalı ya da alçı qurusu yeyəndə turş dadı istəyirik. O da turş mühitlə əlaqəlidir. Daha sonra çox meyvənin tərkibində müxtəlif turşular mövcuddur. Daha sonra məsələn sirkə turşusu məsələn meyvələrdən əldə edilir, almadır, üzüm və sair. Limonun tərkibində limon turşusu turş dadı verir. Yəni bunlar məhlulu isə turş mühit adlanır. Turşulardan həm konservləşdirmələrdə, təmizlik vasitələrində, şampunlarda, qazlı içkilərdə, meyvə şirələrində bir çox ərazidə turşularda istifadə olunur. Turşularla deməli işləyərkən çoxunuzun qabağına bu işarə çıxacaqdır ki, Bu işarə nədir? Bu o işarə onu bildirir ki,
Bu qüvvətli turşudur. Yəni aşındırıcı maddə işarəsi var üzərində bunun. Yəni bunlarla işləyərkən xüsusi ehtiyatlı olmaq lazımdır. Bu işlər qabağımıza tez-tez çıxacaq. Deməli, daha sonra bu turşular dərimizlə təmasda olduqda yanma hissi yaradır. Daha çox güclü yanma hissi yaradır bədənimizdə. Məsələn, onu laboratoriya olmayan ərazilərdə işlətmək təhlükəlidir. Daha sonra, məsələn, onlarla işləyərkən rezin əlcəklər işlətmək vacibdir. Daha sonra keçirik növbəti zəif turşulara. Burada zəif turşular üçün səhifə ayırmamışam. Bunların üzərində izah edəcəm. Zəif turşulara ən birinci növdə H2S daxildir. H2S-in əsl adı isə sulfid turşusudur. Baxın, qarışdırmayın. Sulfid ayrıdır, sulfat ayrıdır. Həm formulla fərqlidir, həm adı ilə fərqlidir, həm də təsirləri ilə fərqlidir. Formulu fərqlidir ki, biri H2S-dir, biri SO4-dür. Burada məsələn SO4 çatmadı ki, bu olaydı, məsələn sulfat olaydı. Amma yəni bu sulfid turşusu H2S-dir. Sulfat turşusu isə SO4-dür. Bir digər fərq odur ki, bu qüvvətli turşudur, biri isə zəif turşudur. Adlar da fərqli. Biri sulfat, biri at, biri itdir. Sulfid. Daha sonra sulfid turşusu əsasən sulfid turşusuna biz vulkan püskürməsi zamanı rast gəlinir ki, havaya buraxılan zəhərli qazlardan biridir. Daha sonra yumurtaların xarab olması zamanı, süd xarab olan zaman iyi gəlir. Sonra yumurta xarab olması zamanı sulfid turşusu əmələ gəlir ki, ona lağ yumurtayı verir. Daha sonra formulu H2S-dir. Sulfid turşusu daha sonra onda 2/1 nisbətində yerləşir. Hidrogen 2, kükürt isə 1 nisbəti, say nisbəti ilə yerləşir. Daha sonra xarakterizi odur ki, qüvvətli turşular təsiri deyil. Yəni qüvvətli turşular aşındırıcıdır, amma bunlar aşındırıcı o qədər də güclü deyil. Daha sonra bunlarla zəif turşular. H2S-dən sonra H3PO4 gəlir. H3PO4-ün əsl adı ortofosfat turşusudur. Bu ortofosfat turşusunda atom say nisbəti 3/1/4 nisbəti. Yox. 3/1/1/4. 4 elim. Mən həqiqətən çaşdım. 3/1/4 nisbətində yerləşir. Ortofosfat turşusunda stomatologiyada istifadə olunur ki, ağız mühitinin dezinfeksiyası zamanı zəif turşu ortofosfatdan istifadə olunur və duru məhluldur. Baxın, qatı məhlul ayrıdır, duru məhlul ayrıdır. Ortofosfat turşusu duru məhluldur. Formulu H3PO4-dür. Daha sonra növbəti birləşməmiz CH3COH-dır. Sirkə turşusu da deyilir buna, asetat turşusu da deyirlər ki, bir çox ad verilir bunlara. Onlar asetatı biz almadan da ala bilərik, üzümdən də ala bilərik, bir çox meyvələrdən də alına bilir. Burada atom say nisbətini məsələn çaşıb onu götürə bilərsiniz. Məsələn 1/3/1/1 kimi yaza bilərsiniz, hamısını ayrı. Bu tamamilə səhv fikirdir. Niyə sizin başa salaq? Baxın, karbon atomundan neçə dənə görürsünüz? 2 dənə. Daha sonra oksigen 2 böl. Hidrogendən nə qədər görürsünüz? Hidrogen burada məsələn internet saytlarına da yazsaz, yəni bunu mən siz izahım çətin olacaq mən ki, yəni öz fikrimi başa sala bilmirəm mən. Məsələn internet saytına yazsaq ki, atom say nisbətini yazmağı
Məsələn, mən bunu sizə başa sala bilmirəm. Yəni karbon atomunun say nisbətinə baxdıqda 2/4/2-dir. Bu hardan gəlir? Yəni burada deyir ki, bu 2/4/2 nisbətidir. Baxın, bir dənə 2 karbon getdi. 3 hidrogen, bir dənə də hidrogen. Oldu 4. 2 dənə də O2, yəni oksigen qazı. Oldu 2/4/2 nisbəti. Baxın, burada artıq bayaq dediyim şey edirik. İxtisar edəcəyik burada. Yəni 2/4/2 ixtisar aparılır 1/2/1 nisbətində. Artıq buradan aşağı getmir, çünki buradan aşağı 0.5 kimi zat eləmək olur əslində, amma yəni kimə qalmalı, belə bir şey yoxdur. Daha sonra H2CO3. H2CO3 isə karbona aiddir. Atom say nisbəti 2/1/3 nisbətindədir. Ondan qazlı sularda istifadə olunur ki, onları qazlı su açanda içindəki qazı görürsünüz. O karbonata aiddir ki, karbonat turşuna aiddir, zəif turşudur. HCl növbəti turşumuz. Bu atom say nisbəti 1/1/1 nisbətidir. Çox həddən artıq çox zəhərli turşudur. Adı siyanit turşusudur. Dediyim kimi perxlorat ilə HCl oxşardır ki, hər ikisi çox zəhərli turşulara aiddir. Yəni onlar işləyərkən, yəni çox zəhərlidir. Yəni qoxusu belə, yəni insanı zəhərlədə biləcək təsirə malikdir. Daha sonra məsələn digərlərinə baxsa, məsələn asetat turşusu, sirkə turşusu məsələn meyvələrdən alınır və 3-5% məhluldur, süfrə sirkəsidir. Qida məqsədi ilə istifadə olunursa 3-5% məhluldan istifadə olunur. Sənaye mənşəlidə isə, yəni sirkə essensiyasında, asetatda isə və yaxud konservləşdirmə məqsədi ilə təmizləyici maddə kimi isə 70-80% məhlul, sənaye mənşəli məhluldan istifadə edilir. Daha sonra turşulara dedi ki, natrium HCO3 ilə çay sodası ilə təsir etdikdə atom say nisbəti 1/1/1/3 nisbətində yerləşir. Onun ilə təsir etdikdə, çay sodası təsir etdikdə karbon qazı, maqnezium lenti təsir etdikdə isə hidrogen qazı ayrılır. Yəni əvvəlki bölüm, artıq bu dərsindən əvvəlki dərslərdə eksotermik reaksiyalar, fiziki hadisələrdə də reaksiya əlamətləri görürsünüz, görəcəksiniz, tanıyırsınız ki, reaksiyaların söz tənliyi olur. Məsələn, bu karbon qazının, hidrogenin ayrılmasının isə söz tənliyi belədir ki, mən onu sözdə yox, birbaşa elementlərlə yazacağım, formul ilə. HCl ilə lenti, yəni lent maqneziuma aiddir. Bir dəqiqə. Maqneziumu cəmindən alınır reaksiyamızdan ki, maqnezium xlorid üstə gələk hidrogen H2 qazı ayrılır. Digər reaksiyada isə xlorid turşusu ilə HCl ilə natrium HCO3'dür. Bu reaksiyadan da alınır ki, nəticəsi də buradadır ki, natrium xlorid, yəni natrium xlor üstə gəlirik su. Yox, karbon qazı CO2 üstə gəlir su, H2O. Daha sonra
Bu reaksiyalar sirkə turşusuna baxmayaraq xlorid ilə daha sürətli gedir. Çünki xlorid turşusu qüvvətli turşudur və turşuların zəif turşuya nisbətən daha aktivdir. Bu dərsimiz bu qədər. Buradan bəzi tapşırıqları işləyəcəyik. Çalışmada deyir ki, müxtəlif elementlərin təşkil olunduğunu öyrəndiniz. Turşuların tərkibində. Bir dəqiqə. Çalışmada deyir ki, öyrəndiklərini tətbiq edin. Səhifə 49-da. Turşuların tərkibi müxtəlif elementlərdən təşkil olunduğunu öyrəndiniz. Sizcə onların oxşar xassələri olmasına səbəb olan element hansıdır? Baxın, məntiqi yəni özünüz belə tuta bilərsiniz. Daha sonra başqa birləşmə adları nə yaza bilərik? Məsələn, yaza bilərik. Qısaca da yəni baxın bu birləşmələri hamısına bir baxın. Oxşar nə görürsüz? Hamısında hidrogen atomu var. H2SO4'də hidrogen. Yəni bu ikiyə baxmayın. İki H'dir burada. Hidrogen də eyni element soruşur sizdən. Element hidrogen, 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 hidrogen. Yenə H2, hidrogen, 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 hidrogen. Hamısında hidrogen qazı var. Nə üçün belə düşünürük? Çünki baxanları görürük ki, ortofosfatda da H var, sulfitdə də H var. Daha sonra sulfatda da bu var, nitrat turşusunda da var. Hamısında demək olar ki, var. Daha sonra digər tapşırıqda deyir, alma və ya üzümdən alınan turşunun formulunu yazın. Təbii ki, CH3COH sirkə essensiyası, asetat əmələ gəlir. Daha sonra limon suyuna turş dadı verən hansı maddədir? Təbii ki, limon suyunda daş verən limondur. Limonun turş dadı limon məhluldur. Zəif turşular güclü turşulardan fərqləndirmək necə olar? Reaksiyasına görə, ya reaksiyada qüvvətli turşular aktivdir deyə zəiflərə nisbətən daha sürətli gedir. Aşındırıcı təsiri o qədər də olmur. Daha sonra mədəmizdə həzm prosesini tənzimləyən turşu hansıdır? H-xlor, HCl. Daha sonra nə üçün mədə təmizləyici vasitələri rezin edici istifadə edilir? Dəri aşınmasına səbəb olur. İstifadə etməzdən əvvəl bu təmizləyici vasitəsinin aşınmaya səbəb olduğunu necə bilmək olar? Niyə? Çünki onların tərkibində bəlkə də SO4 var, H2 sulfat da var, bəlkə nitrat da ola bilər və yaxud onlardan daha təhlükəli, məsələn, xlorid də ola bilər. Və bunlardan da əlavə, yəni qüvvətli turşu ola bilər ki, dərimizlə reaksiyada bizi aşındıra bilir. Ona nə də bilə bilərik? Üzərində məsələn yaz etiket olur. Baxın. Bax, bu etiket ola bilər ki, yəni aşındırıcı maddədir. Bu dərs bu qədər. Növbəti dərsimizi keçəcəyik. Biz turşular, əsaslar haqqında. Əsaslar, zəif əsaslar, qüvvətli əsaslar, onların xarakteristikası, bunlar haqqında danışacağıq.